Uğurlu insan həmişə öz işi ilə məşğul olar. Uğurlu insan başqa insanın bağına, bostanına qarışmaz. İnsan öz sahəsinə düşəndə istər-istəməz başlayır pul qazanmağa. Necə qazancımızı artıra bilməyimiz haqqında bir çox tövsiyələr verəcəm. Bizim problemlərimiz var. Bir çoxlarımız ümumiyyətlə hal-hazırda özümüzdə problem olduğunu belə anlamırıq. Bu ümumiyyətlə niyə belədir? Bu tamamilə bizim enerjilərimizdən asılıdır. Yəni bizim enerjimiz var. Hansı ki bu enerji əgər aşağı düşürsə, maddiyyat aşağı düşür. Yəni o zaman biz qeyd edə bilərik ki, enerji bərabərdir maddiyyata. Yəni bizim enerjimiz aşağıda olanda biz daha çox başlayırıq utanmağa. Bizim enerjimiz aşağıda olanda biz cinayət işləyə bilərik. Enerjimiz aşağıda olanda qanunsuz yollara əl atırıq, əsəbləşirik, kədərlənirik. Bunlar hər biri aşağı titreşimlərdir. Aşağı enerjidir. Birinci enerji itirdiyi tərəf qınamadır. Biz qınadığımız zaman enerji itiririk, bizdən azalır, qınadığımız adama gedir. Qeybət eləyəndə enerji itiririk. Mən sizə də tövsiyə edirəm, sizi qınayan insanlar varsa, icazə verin qınasın. Ehtiyac yoxdur onlarla mübarizə aparmağa, ehtiyac yoxdur onlarla savaşmağa, icazə verin qınasınlar. Və onlar qınadığı zaman sizə enerji gəlir. Onlar kasıbdır, siz varlanırsınız. Bu enerji qismindədir.